Naslı xanım qaynanasını ilk dəfə görəndə qarnından başlayıb ürəyinə doğru gedən istiliyin fərqinə varmamış, qaynana yox, bir iblisin ocağına gəlin düşdüyünün hələ də fərqinə varmamışdı. Gündən ma gül çöhrə demə, mama denən ana. Yaxşı əziz anam, yaxşı. Ürəyim gör səni aldım. Nə almısan? Ay! Çox sağ ol ürəyim, çox sağ ol. Yaxşı eləmirsən oğul. Gedib gəlinə 3500 manatlıq mal dili boyda telefon almısan ki, evimizin sırrı yaxşı yaysın evimizin sırrı. Ana hər dəfə sən arla, qoy bir dəfə də bu yetim alaqdan, qoy bu da sevinsin, nə olur? Əşi hesat qızdır salcanımıza nə olar? Bura Barcelonadır, nətərdir? Ayda ürəyim çox gözəl. Gedib gəzərik görəndə baxsa arzumdur. Gəlana gedir. Bütün gün ağza nəyə girmişsiniz? Bir evdə böyük kiçik də saymırsınız. Bir qapını döyəcir də, nə olar ki, bax bilet göstərir, nə ağarıram mən burada? Deyəsən məni qısqanırsan, eləmi? Hə, yaxşı eləyirəm. Mən oğlumu qısqanıram, sonra qısqanıram oğlumu. Ürəyim gör nə almışam sənə, gör nə almışam. May, sən məni dəli eləyəsən ürəyim. Çox sağ ol belə hədiyyələrə görə. Nədən it xaltası kimi gündə harsının boğazına bir şey taxırsan? Qazancını görmürük. Bu evin ruzisini niyə dağılırsan ora bura? Bir qəpik bir xeyrindənmir. Ancaq qırqızların boynun dola qancığının. Ay yekar vatsan, qonum qonşu bütün bizim səsimizə qulaq asır. Ad günümdə bax sinən doludur, buna bax boğazı qırq, bax bu yoğunluqdadır bax. Bu yetimə də alaqdan nə olar? Tökülüb hə, dolu da alabəyin. Əstəğfurullah. Nə olar mənim qızılımı qoy lambarda özünə toy elə, qancığının boynun boğazın doludur. Nə olar Allah çatlayacaq. Gəl onu apar maşını qızdır, özün də qabaqda otur, mən də düşürəm. Yaxşı ürəyim. Qabaqda oturmaq nədir? Gəlin xeylağı qabaqda oturar. Mənim qonum qoşun içində niyə biabr eləyirsən? Qabaqda özüm oturacağam. Hədə nə olub? Yaxşı, ikiniz də qabaqda oturarsınız. Vay dədəm vay. Gəlin xeylağının qabaq dişi yoxdur. Özü də qabaq yer həmişə mənim yerim olub. Oğlumun yanında oturacağam. İfritə.